Salamlayıram sizi. Bugün sizinle birlikte iki çok vacip, çok derin anlayışa başvuracağıq. Elimizdeki mənbələr var, onlar əsasında danışacağıq. Bəli. Birincisi oxu, əmri, ikincisi isə ağıl. Görəcəyik ki, bax bu bilik, beyin sağlamlığı, sonra mənəvi, intellektual inkişaf bunlar necə deyim, bir-birinə necə bağlıdır. Xüsusən də mənbələrin bizə təqdim etdiyi o İslam perspektivindən. Çox maraqlı mövzudur həqiqətən. Əlimizdə iki əsas mənbə var. Biri Doktor Həmdi Kalyoncu və Doktor Fikriyə Ovak'ın İkra, Okuma Psixolojisi, yəni Okuma Psixologiyası kitabı. Digəri isə Profesör Doktor Bayraqdar Bayraqlı'nın Akıl, yəni Ağıl kitabı. Bunlardan seçilmiş hissələr üzərindən gedəcəyik. Məqsədimiz nədir? Yəni, bu mətnlərdən çıxarmaq istədiyimiz əsas şeylər, oxumaq niyə bu qədər təməl bir əmrdir? Niyə birinci gəlib? Beynimizə, yəni fiziki olaraq necə təsir edir? Və ağıl deyəndə əslində nə başa düşməliyik? Onun hansı fərqli üzləri var? Belə gəlin elə ilk əmrlə başlayaq, hə? Başlayaq. İkra. Bəli, Quranın ilk nazil olan kəlməsi. İkra, yəni oxu. İlk baxışda çox sadə bir feildir. Amma mənbə deyir ki, bunun çox dərin qatları var. Elə bir tək bir sözdür, amma içində bütöv bir fəlsəfə yatır. Düzdür. Mənbənin vurğuladığı kimi bu oxu əmri, yəni təkcə əlinə kitab alıb hərfləri oxumaq deyil. Daha geniş mənası var. Kainatı oxumaq, yəni təbiət kitabını oxumaq, baş verən hadisələri oxumaq, tarixi oxumaq, hətta insanın özünü, öz daxili dünyasını oxuması, dərk etməsi. Özünü oxumaq maraqlıdır. Bəli, hətta çox maraqlı bir yüklü diyaloq anlayışı var mənbədə. Deyir ki, Quranı oxu, təbiəti oxu, bir də həyat hadisələrini oxu. Yəni, yaradan sanki bu üç yolla bizimlə danışır. Bu çox maraqlıdır həqiqətən. Gəlin biraz da işin praktiki tərəfinə baxaq. Oxumaqla beyin arasındakı o fiziki əlaqə. Mənbədə məni açığı təəccübləndirən bir məlumat oldu. Deyir ki, 20 yaşından sonra hər gün təxminən 50 min sinir hüceyrəmiz ölür və bunlar bərpa olunmurmuş. Bəli, dəhşətli rəqəmdir. Amma oxumaq, məhz oxumaq, beyni bu itkidən qorumağa kömək edirmiş. Hətta demans, yəni bunama riskini də azaldırmış. Tam olaraq elədir. Mənbədə bir prinsip var, deyir ya işlət, ya itir. Bu, beyin üçün də keçərlidir. Elm də bunu təsdiqləyir. Məsələn, PET skanları var, radioaktiv ksenon tədqiqatları var. Aha. Bunlar göstərir, insan oxuyanda beyində qan dövranı sürətlənir, elektrik aktivliyi artır, maddələr mübadiləsi güclənir. Yəni, beyin fiziki olaraq işləyir, daha aktiv olur. Yəni, beyin üçün bir idman kimidir da, eləmi? Kəsinliklə, elədir. Və bunun nəticəsidir ki, baxın, davamlı oxuma vərdişi olanlar, ümumiyyətlə təhsil səviyyəsi yüksək olanlar, onlarda Alzheimer kimi xəstəliklərin başlanması gecikir. Yəni, beyin daha uzun müddət sağlam qalır. Deməli, təkcə ruhu yox, beyni də qidalandırır birbaşa. Birbaşa. Hətta mənbə Profesör Doktor Murad Emre'dən sitat gətirir, o gələcəkdə bir Alzheimer epidemiyası ola biləcəyi barədə xəbərdarlıq edir və deyir ki, oxumaq bundan qorunmağın bir yoludur. Konkret statistika da var, deyir, təhsili olmayan insanlarda demans riski təhsillilərə baxanda 2 dəfə çoxdur. 2 dəfə, bu çox ciddi fərqdir. Çox ciddi. Bu statistika adamı düşündürür. Mənbə başqa bir müqayisə də aparır axı. Türkiyədə adam başına düşən kitab oxuma sayı, kitab istehsalı, hətta kağız istehlakı. Bunları Yaponiya, ABŞ, Almaniya kimi ölkələrlə müqayisə edir və fərqlər, yəni, çox böyükdür. Yəqin ki, bizdə də vəziyyət çox fərqli deyil. Təəssüf. Təəssüf ki. Mənbə oxumamağın nəticələrini də çox kəskin ifadə edir. Zillət deyir, yəni alçalma, ictimai geriləmə. Bu, Victor Hugo'nun bir sözünü yadıma saldı. Deyirdi ki, başları bilik nuru ilə aydınladın ki, onları kəsməyə ehtiyac duymayasınız. Sanki biliksizlik, oxumamaq, cəmiyyətləri başqa, daha pis yollara sürükləyir. Çox doğru. Və bir vacib məqam da var. Mənbə deyir ki, təkcə mexaniki olaraq oxumaq yox, oxuduğunu anlamaq lazımdır. Aha, əsas məsələ budur. Bəli, Qurandan misal gətirir. Deyir, əsas məsələ ayələri tilsim kimi oxumaq ya da təkcə hörmət əlaməti olaraq oxumaq deyil. Onların daşıdığı mesajı həyat üçün rəhbərliyi anlamaqdır əsas.
Hətta Peyğəmbərin bir hədisinə istinad edirlər. Deyir ki, əgər oxuduğun Quran səni pisliklərdən çəkindirmirsə, deməli sən əslində onu oxumamısan. Yəni, təsir etməyibsə, məqsədə çatmayıb. Yəni, oxumağın mənası yoxdur o zaman. Bir növ bəli. Yaxud İbn Ömər, o Quranın mənasını düşünmədən, belə deyək, çürük xurmaları sovurmuş kimi tələsik oxuyanları tənqid edirmiş. Məqsəd məna ilə bağ qurmaqdır. Anlamaq və həyata keçirmək. Baxıram, bəzi tarixi şəxsiyyətlər sanki bunu həyat tərzinə çeviriblər. Mənbədə çox ilham verici nümunələr var. Məsələn, İbn Sina. Deyir, gecələr yuxusu gələndə özünü ayaldırmış ki, oxumağa davam etsin. Və ya Yavuz Sultan Səlim, səfərə gedəndə belə yanında qatırlarla kitab aparırmış. Bəli, bu nümunələr göstərir ki, oxumaq, bilik axtarışı bəziləri üçün nəfəs almaq qədər təbii, zəruri bir şey olub. Bu da bizi, belə deyək, növbəti mərhələyə gətirir. Yaxşı, oxuduq, beynimizi qidalandırdıq. Bəs bu qidalanan ağıl əslində nədir özü? Tam yerinə düşdü bu sual. Əgər oxumaq beyin üçün yanacaqdırsa, onda ağıl nədir? İkinci mənbəmiz Prof. Bayraqlının Akıl kitabı məhz bu sualın cavabını axtarır və ağlı Allahın insana verdiyi ən böyük nemət kimi təsvir edir. Ən üstün güc. Deyir ki, insan onunla hər şeyi dərk edir, yaradan da onunla bilinir. Amma ən maraqlı tərəfi odur ki, mənbəyə görə ağıl tək bir şey deyilmiş, bir neçə növü ya da cəhəti varmış. Bəli, bax bu çox vacib bir nöqtədir. Mənbə Quranda ağlın fərqli funksiyalarına, fərqli cəhətlərinə işarə edən müxtəlif sözləri, terminləri təhlil edir. Sanki ağıl tək bir alət deyil, bir alət dəstidir. Və hər alətin öz işi var. Gəlin bir neçəsinə baxaq, çox maraqlıdır. Maraqlıdır, bəli. Hansılardır bu alətlər, məsələn? Birincisi mənbə rüşd deyir, rüşd. Bu, doğru yolu tapan ağıldır. Sorğulayan, həqiqəti batildən ayırd edən ağıl. Mənbə Həzrəti İbrahimin hekayəsini nümunə gətirir. Necə ki, hələ gənc yaşlarından atasının, qövmünün tapındığı bütləri məntiqlə sorğulayır. Bu daşlar necə tanrı ola bilər, deyə düşünür. Bu, rüşd ağlıdır. Yəni, kor-köranə təqlid etmir, özü düşünür, mühakimə yürüdür. Deməli, rüşd bir növ tənqidi düşünmədi. Hətta ümumi qəbul olunmuş şeyləri belə sorğulamaqdır. Tamamilə, mühakimədir. İkincisi, Nuhadır, Nuha. Bu ağıl növü daha çox, belə deyək, təbiət hadisələrini, cəmiyyətdə baş verənləri müşahidə edib, onlardan dərs çıxarmaqla bağlıdır. Bu yolla Allaha çatmaqla. Həmçinin şeytanın vəsvəsələrinə qarşı ayıq olmaqdır. Mənbənin türk dilində çox gözəl ifadəsi var. Deyir, kazıq gibi sağlam şəxsiyyət formalaşdırmaq. Yəni, möhkəm, sarsılmaz bir şəxsiyyət. Bu da Nuha ağlının işidir. Bu daha çox həyat müdrikliyi, ayıq-sayıqlıq kimi səslənir, elə deyilmi? Bəli, bir növ praktik müdriklikdir. Üçüncüsü isə hilmdir, hilm. Bu, daha çox emosional və əxlaqi zəkanı əhatə eləyir. Nəzakət, şəfqət, mərhəmət, səbir, dözümlülük, xoşgörü. Baxın, yenə Həzrəti İbrahim Quranda həlim kimi təsvir edilir. Yəni, mülayim, səbirli. Mənbə deyir ki, hilm ağlı, məsələn, cinsi istək kimi güclü impulsları cilovlamaqda da rol oynayır. Amma bunun üçün təkcə hilm yox, həm də rüşd, yəni doğru mühakimə və iman lazımdır. Kompleks bir şeydir deməli. Bəli. Və çox maraqlıdır ki, hilm həm də məsələlərin dərinliyinə varma, iç yüzünü kavrama qabiliyyətidir. Yəni, görünənin arxasındakı həqiqəti anlamaq, sanki bir qazma ucu kimi səthdən dərinə inir. Bu artıq daha incə bir anlayışdır. Sanki həm emosional yetkinlikdir, həm də dərin anlama qabiliyyətidir. Yaxşı, bəs dördüncüsü? Dördüncüsü hicrdir. Hicr. Bu sözün kökündə qorumaq mənası var. Mane olmaq, qadağan etmək. Hicr ağlı insanı və cəmiyyəti şərdən, pislikdən qoruyur. Mənfi düşüncələri, arzuları sanki həbs edir. Mənbədə hətta daş atma metaforası var. Yəni, şəri dəf etmək, uzaqlaşdırmaq. Və maraqlıdır ki, hicr sözünün bir mənası da yaranın qapanıb sağalmasıdır. Yəni, psixoloji, mənəvi sağalma ilə də bağlıdır. Qoruyucu bir funksiya daşıyır yəni. Tamamilə. Mənbə Həzrət Lutun hekayəsini xatırladır. O, öz azğın qövmünə müraciət edir. Deyir, İçinizdə heç bir ağıllı, rüşd sahibi adam yoxdurmu?
sanki o cəmiyyətin məhz bu qoruyucu hicr ağlından məhrum olduğuna işarədir. Deməli, rüşd yolu göstərir, Nuha ayıq saxlayır, hilm mülayimləşdirir və dərinləşdirir, hicr isə qoruyur. Çox maraqlı bir sistemdir həqiqətən. Bəs bu fərqli ağıl cəhətləri, necə deyim, bir-biri ilə necə əlaqələnirlər, birlikdə necə işləyirlər? Əla sualdır. Baxın, mənbəyə görə əsas məqsəd ağıl, könül, yəni qəlb, bizim emosional, mənəvi mərkəzimiz və nəfsin, insanın istəkləri, ehtirasları, egosun harmoniyasını, birliyini təmin etməkdir. Buna tövhid deyir mənbə. Və bu harmoniyanın əsas dirijoru ağıldır. Amma ağlın özü də tək başına işləyə bilməz. Onun düzgün işləməsi üçün notlara, yəni biliyə ehtiyacı var. Hansı biliyə? Həm vəhyə, yəni ilahi rəhbərliyə, həm də insanın öz təcrübəsi, müşahidəsi ilə əldə etdiyi biliyə. Ağıl, ilahi hikməti anlamaq üçün bir vasitədir sadəcə. Ona görə də oxumaqla ağıl arasında birbaşa əlaqə var. Oxuduqca ağıl qidalanır, güclənir, bu fərqli funksiyaları daha yaxşı yerinə yetirir. Bəs ondan istifadə etməyəndə, yəni ağılı işlətməyəndə nə baş verir? Mənbə bu haqda nə deyir? Nəticələrin çox ağır olduğunu deyir, ağıldan istifadə etməmək insanı, belə deyək, heyvani instinktlər səviyyəsinə endirə bilər, cəmiyyətlərin tənəzzülünə səbəb ola bilər. Hətta Qurandan ayə gətirir, Yunus surəsi 100-cü ayə. Allah ağıllarını işlətməyənlər üzərinə pislik, rijs endirər. Pislik, yəni murdarlıq kimi. Bəli, mənəvi çirkinlik, bəlkə də çaşqınlıq, mənbə hətta Allahın verdiyi o zəka potensialını istifadə etməyənlər üçün çox sərt bir ifadə işlədir. Funksional gerizəkalılıq, yəni funksional əqli gerilik. Potensialın var, amma istifadə etmirsən. Bu, əsl gerilikdən daha pisdir bəlkə də. Çox güclü ifadədir. Yaxşı, gəlin bütün bunları bir yerə yığaq. Bu iki mənbədən sizin üçün, yəni bizi dinləyən üçün əsas mesaj nədir? Bu, oxu əmri ilə ağlın bu fərqli cəhətləri arasında necə bir körpü qura bilərik? Nəticə nədir? Məncə, əsas mesaj çox aydındır və iki mənbə bir-birini çox gözəl tamamlayır. Baxın, oxu əmri ilə başlayan ilk mənbə bizə nə dedi? Dedi ki, zehni fəaliyyət, yəni oxumaq, təkcə bilik toplamaq deyil. Həm də beynimizi fiziki olaraq sağlam saxlayır, qocalma prosesini ləngidir, xəstəliklərdən qoruyur, oxumaq biliyi gücə çevirir. Doğrudur. İkinci mənbə isə dedi ki, bax bu gücün mərkəzində duran akıl, yəni ağıl, sadəcə IQ deyil. Onun rüşd kimi tənqidi düşüncə, nuha kimi həyat müdrikliyi, hilm kimi emosional mənəvi dərinlik və hicr kimi qoruyucu mexanizm çoxşaxəli alətləri var. Deməli, oxumaq bu alətlər dəstini itiləyir, işlək vəziyyətdə saxlayır, eləmi? Tam olaraq. Əlaqə birbaşa budur. Avamlı, mənalı oxuma ağlı qidalandırır, onu aktiv saxlayır. Və bu aktiv, çoxşaxəli ağıl düzgün istifadə edildikdə, yəni həm sorğulayan, həm anlayan, həm şəfqətli, həm də qoruyan bir ağıl fərdi səviyyədə bizi daha sağlam edir. Həm zehni, həm mənəvi cəhətdən. Daha yetkin, daha güclü xarakterli oluruq. Bəs cəmiyyət səviyyəsində? Cəmiyyət səviyyəsində isə tərəqqiyə yol açır, problemlərin həllinə kömək edir, ümumi rifahı artırır. Bilik həqiqətən də gücdür və bu güc həm azadlıq gətirir, həm də məsuliyyət. Bu, hətta Maslovun məşhur ehtiyaclar piramidası var, ha? Bəli, bəli. Oradakı bilmə və anlama ehtiyacı ilə, hətta ən yuxarıdakı kəndini gerçəkləşdirmə ehtiyacı ilə birbaşa bağlıdır. İnsan oxuduqca, anladıqca, ağlını işlətdikcə özünü daha tam reallaşdırır. Və bu məncə təkcə bu dünyadakı həyatımız üçün deyil, elə deyilmi? Mənbələr ağıldan istifadəni daha dərin mənəvi nəticələrlə də əlaqələndirir axı. Bəli, bu çox önəmli bir nöqtədir. Məsələn, Mülk surəsinin 10-cu ayəsinə istinad edilir mənbədə. Orada cəhənnəm əhlinin peşmançılığı təsvir olunur. Deyirlər ki, əgər qulaq asaydıq və ya ağıl işlətsəydik, biz indi bu alovlu odun sakinləri arasında olmazdıq. Görürsünüzmü? Ağılı işlətməmək birbaşa axirətdəki peşmançılığın səbəbi kimi göstərilir. Çox təsirlidir. Digər tərəfdən Ra'd surəsinin 22-ci ayəsində deyilir ki, səbr edən, namaz qılan, yaxşılıq edən ağıl sahibləri üçün uqbətuddar, yəni gözəl aqibət yurdu var. Və Həşr surəsinin 19-cu ayəsindəki xəbərdarlıq da çox düşündürücüdür. O kəslər kimi olmayın ki, Allahı unutdular, Allah da onlara özlərini unutturdu. Özünü unutmaq. Bəli, sanki
Ağlı işlətməmək, oxuyub dərk etməmək təkcə Allahı deyil, insanın özünü də unutmasına səbəb olur. Öz mahiyyətini, məqsədini itirir insan. Deməli, oxumaq və ağlı işlətmək həm də özümüzlə və Yaradanla olan o əlaqəni canlı tutmaq üçün bir vasitədir. Beləliklə, bugün sizinlə oxu çağırışının sadə bir əmr olmadığını gördük. Onun beyin sağlamlığından tutmuş mənəvi dərinliyə qədər necə geniş təsirləri var və ağlın əslində nə qədər zəngin, nə qədər çoxşaxəli bir nemət olduğunu anlamağa çalışdıq. Bəli, ümumiləşdirsək, məncə əsas mesaj budur. İlahi prinsiplərlə yönləndirilən, aktiv şəkildə istifadə edilən ağıl, kamil insan təcrübəsinin təməlidir. Və oxumaq bu ağlı bəsləyən, onu formalaşdıran, işlək saxlayan ən güclü vasitələrdən biridir. Belə deyək, açardır. Çox gözəl ifadə etdiniz. Və sonda sizi biraz da fərqli, bəlkə də biraz provokativ bir düşüncə ilə baş-başa buraxmaq istərdim. Bu, zehnimizin gücü və reallığı necə qavramamızla bağlıdır. Mənbələrdən biri o oxuma psixolojisi kitabı, reallıq dediyimiz şeyin əslində necə formalaşdığına toxunur. Maraqlıdır. Orada deyilir ki, ətrafımızda gördüyümüz, eşitdiyimiz, hiss etdiyimiz hər şey əslində beynimizdəki elektrik siqnallarının bir növ interpretasiyasıdır, yəni şərhi. Mənbə hətta daha da iləri gedir. Soruşur ki, bəlkə də bu qavrayış üçün xarici bir dünyanın mövcudluğu heç zəruri də deyil. Yəni bir yuxu kimi? Bəli, bütün bu təcrübə mürəkkəb bir yuxuya bənzəyə bilər. Və əgər belədirsə, əgər əsl qavrayan fiziki beyin deyilsə mənbənin ifadəsi ilə, ondan kənar olan ruhdursa, onda bir sual yaranır. Mənbənin də üstörtülü şəkildə işarə etdiyi kimi, bu yuxudan oyandığımız zaman bizi nə gözləyir? Reallıq sandığımız şeyin özü nə qədər realdır? Bu haqda düşünməyə dəyər.